Marneolidə Mametqaz şirkətinin rəhbəri Nəriman Allahverdiyev polis tərəfindən saxlanılıb. Mövcud məlumata görə o lisenziyasız qaz satışı həyata keçirməkdə ittiham olunur. Allahverdiyevin saxlanılma faktını ailə üzvləri təsdiqləsə də mətbuata şərh verməkdən boyun qaçırdılar. MMC Mamedin təbii qazın paylanması üzrə lisenziyası SEMEK-in qərarı ilə bu il avqustun 1-dən ləğv edilib. Bundan sonra Qızılacılı kəndinin əhalisinin qazla təminatını Sokar Georgia Qaz öz üzərinə götürüb. Hazırda rəsmi qurumlar Nəriman Allahverdiyevin saxlanılması ilə bağlı əlavə məlumat yaymayıblar. Burada qonşuyam, burada yaşayıram yaxında. Eşitməmişəm, elə çıxdım dedim, görüm, telefonda baxdım. Gördünüz, telefon. Telefonda baxdım. Qabala kimə Arif Nəriman, hamımıza yaxşılıq, hamıya neçə idi qazınızı verib, bəlkə bir adamın pulu olmur, hamıya hörmət eləyib, niyə eləməsin? Nə pisliyi, heç bizə pisliyi zadı yoxdur. Ben ölü yerim dedim, xabarımız yoktu bacım. Bizim xabarımız yoxdur. Tezden gittim, yeni geldim, ölü yerine, kənddə ölmüşdü. Proxarlar orada sağlayıb oğlum, proxarlar. Danışıq ölüb proxarlar. Nəyə sağlasın, bıraxsınlar da elini çoxaltda. Pisim, neçə 17 ildir işləyirdi, belə şey, daldı, dururdu. Kəndin yaxşısıydı. Bir də bizə dəqiqədə qaz əyləşmirdi. Qaz bizə dəqiqə narışın olub əyləşmirdi. Paslayan qışlar işləyirdi. Qoçaq idi, belə qovalandı, nə bileyim.